Salam dəyərli abituriyentlər, mən Kamil Məsumov 2025 abituriyent jurnalından ali təhsil müəssisələrinə qəbul imtahanı ikinci mərhələsi üçün tərtib olunmuş bütün riyaziyyat suallarının izahını verəcəm. Buradakı suallar təbii qəbul imtahanına nisbətən daha çətindir və yaxşı olar ki, hər bir abituriyent öncə bütün testləri özü sərbəst işləsin, sonra video izaha baxsın. İndi isə keçirəm izaha. Deməli, birinci kəsirin gəlin sürətini vuruqlara ayıraq. Toplayanda 7 vuranda 12 hansı ədədlərdir? 3 və 4-dür. O zaman yazacağam 2 çıxılsın 4 vurulsun 2 çıxılsın 3. Məxrəcə baxaq. Toplayanda 5 vuranda 6 hansı ədədlərdir? 2 və 3-dür. O zaman yazıram 2 çıxılsın 2 vurulsun 2 çıxılsın 3. Bölməni də vurma ilə əvəz edək. Deməli, bu ifadəni vuruqlara ayırsaq, toplayanda 3 vuranda 2 hansı ədədlərdir? 2 və 1-dir. O zaman yazıram 2 çıxılsın 2 vurulsun 2 çıxılsın 1. Bu ifadəni vuruqlara ayıracaq olsaq, toplayanda 5 vuranda 6 hansı ədədlərdir? 2 və 3-dür. O zaman yazıram 2 çıxılsın 2 vurulsun 2 çıxılsın 3. Bu da bərabərdir. Buradan 2 çıx 3 və 2 çıx 3 ixtisar gedər. 2 çıx 2-lər də ixtisar gedər. Geriyə nə qaldı o zaman? 2 çıxılsın 4 vurulsun 2 çıxılsın 1. Bölünsün 2 çıxılsın 2 vurulsun 2 çıxılsın 3. Bərabərdir. Deməli, sürətdə vurub açaq, o zaman olacaq x kvadratı, mənfi 4, mənfi 1, oldu əslində mənfi 5x, mənfi 4-ü mənfi 1-ə vursam müsbət 4, məxrəcdə olacaq x kvadratı, mənfi 2, mənfi 3, əslində oldu yenə mənfi 5x, mənfi 2 vur mənfi 3, müsbət əslində 6. Bu da bərabərdir. Gəlin bu ifadədən x kvadratı çıx 5x-i tapaq. Olacaq 1-i sağa keçirsəm mənfi 1 olacaqdır. Gətirib burada ifadəni yerinə yazacağam, yəni bu ifadənin əvəzinə yazacağam mənfi 1. Plus 4. Eyni zamanda bu ifadənin əvəzinə mən mənfi 1 yaza bilərəm. Mənfi 1 plus 6 bərabərdir. Müsbət 3 bölünsün 5. Bunu da onluq kəsirə çevirsək, yəni 0,6. Düzgün cavab A variantı. 20% duz məhlulundan 40 qram su buxarlandıqdan sonra 20 qram duz əlavə edilərək 50% məhlul alınmışdır. Öncə yazıram duz, su, ümumi məhlul. 20% duz məhlul nə deməkdir? Tutaq ki, x qram ümumi məhlulumuz var. 20% duz məhlul o deməkdir ki, x-in 20% duzdur. Yəni, x vurulsun 20, bölünsün 100. Bu da bərabərdir 0,2x. Ümumi x-dir isə x-dən duzu, yəni 0,2x-i çıxsam, yerə su qalar. Yəni, qalacaq 0,8x. 40 qram su buxarlandırdıqda. Deməli, su 40 qram azaldı. Olacaq 0,8x çıxılsın 40. Və 20 qram duz əlavə ediblər. O zaman duzun miqdarı olacaq 0,2x plus 20. Ümumi məhlul da bu ikisinin cəmidir. O zaman bu ikisini toplasam yenidən nə olacaq əslində? X çıxılsın 20. Deyir ki, 50% məhlul alınmışdır. 50% məhlul nə demək? Duz ümuminin 50%-dir. A kəmiyyəti B kəmiyyəti faizdir. A böl B vurulsun 100%. O zaman yazıram 0,2x plus 20 bölünsün 2 çıxılsın 20, vurulsun 100% bərabərdir 50. 50 ilə 100 ixtisar getdi. Burada 1, burada 2 qaldı. Bu 2 həmən sürətə vurulacaq. O zaman nə almış olur məsələn? 0,4x plus 40 bərabərdir 2 çıxılsın 20. 2 çıxılsın 0,4x, yəni 0,6x bərabərdir 60-a. X bərabərdir o zaman 100-ə. X tapdıq 100. Bizdən soruşur, əvvəlcə məhlulda duzun miqdarı nə qədərdir? Əvvəlcə məhlulda 0,2x duz var idi. O zaman 0,2 vurulsun 100 bərabərdir 20. Deməli, əvvəlcə məhlulda 20 qram duz var. Düzgün cavab C variantı. A, B, C və D-yi polinorlarsa ifadəsinin qiymətini tapın. Gəlin öncə D düz xəttini uzadaq. Tam bu formada uzadacaq. Deməli, bu bucaqla bu bucaq uyğun bucaqlardır və bir-birinə bərabər olmalıdır. O zaman bu bucaqda olacaq əslində fi. Digər tərəfdən bu bucaqla bu bucaqlar da uyğun bucaqlardır. Bu bucaqda olacaq o zaman qamma. Və soruşulan ifadədə bu ikisindən 2-ni mörtəzə xaricdən çıxartdım. O zaman nə almış olurum əslində? Alfa plus qamma. Digər ikisindən də mənfini mörtəzə xaricdən çıxartdım. O zaman nə almış olurum? Beta plus fi bərabərdir. 2 vurulsun. Və diqqət yetirin, alfa və qamma daxili bir tərəf bucaqlardır. Cəmi 180 dərəcə olmalıdır. O zaman 2 vurulsun 180 dərəcə. Çıxılsın. Və fi və beta bucaqlarda yenə daxili bir tərəf bucaqlar cəmi 180 dərəcədir.
Bu da yenidən bərabərdir. 360 dərəcə çıxılsın 180 dərəcə bərabər 180 dərəcə. Düzgün cavab 3-də B variantı. A həqiqi ədədi üçün ifadəsinin ən kiçik qiyməti olarsa, ifadəsinin ən böyük qiymətini tapın. Öncə baxaq dərəcəyə. Dərəcə cütlüsə, varsa kökün ən kiçik qiyməti 0-dır. Gəlin görək varmı? Kök altda 4-cü dərəcənin a kvadrat sıx 9 bərabərdir 0. Hər tərəfi 4-cü dərəcənin qüvvətə yüksəlsəm, araram a kvadrat sıx 9 bərabərdir 0. A kvadratı bərabərdir 9-a. A1 bərabərdir 3, A2 bərabərdir -3. Deməli, əslində bu ifadə sıfıra çevrilir və sıfıra çevirən qiymətlər 3 və ya -3. A-ya 3 və ya -3 yazaramsa, bu ifadə ən kiçik qiymətini alacaq. Bizdə nəyi soruşur? 5 çıxılsın 2A ifadəsinin böyük qiymətini tapın. Yazıram. 5 çıxılsın 7 vurulsun. A-nın da əslində burada mənfi qiymətini yazanda daha böyük qiymət alınacaq. O zaman yazıram -7 vurulsun -3. Bu da bərabərdir. 5 plus 21 bərabərdir 26-ya. Yəni düzgün cavab D variantı. Baxaq 5-ci suala. X1, X2 ədədləri kvadrat tənin kökləridir və C plus BX1 bərabərdir -A. C plus BX2 bərabərdir -4A olarsa kvadrat tənin köklərinin kvadratları cəmi tapılır. Öncə gəlin bunu çevrilmiş kvadrat təninə gətirək. Hər tərəfi A-ya bölək. O zaman almış olan məsələn x kvadratı plus B bölünsün A vurulsun 2 plus C bölünsün A bərabərdir 0. Buradan görünür ki, x1 plus x2 bərabər olmalıdır. Mənfi B bölünsün A-ya. x1 vurulsun x2 bərabərdir. C bölünsün A olmalıdır. Və digər ifadələri qeyd edirəm. Yazıram C plus BX1 bərabərdir -A. C plus BX2 bərabərdir -4. Bizdə tənin kökləri cəmi olduğu üçün əlimizdə. Bu ifadələri tərəf-tərəfə toplayarım. O zaman almış olurum 2C plus B vurulsun x1 plus x2 bərabərdir -5A. Yenidə yazıram 2C vurulsun B vurulsun x1 plus x2 -B bölünsün A. O zaman yazıram -B bölünsün A. Bərabərdir -5A. Hər tərəfi A-ya vursam, araram əslində 2AC çıxılsın B-nin kvadratı bərabərdir -5A-nın kvadratı. İndi isə bizə baxaq nəyi soruşur? Kvadrat tənin köklərinin kvadratları cəmini tapın. Yəni x1-in kvadratı plus x2-nin kvadratı lazımdır. Bu da bərabərdir. x1 plus x2-nin mörtəzə kvadratı çıxılsın 2 vurulsun x1 vurulsun x2. Bu da yenidən bərabərdir. Tənin kökləri cəmi -B bölünsün A-dır. Kvadratda yüksəlsin B kvadratı bölünsün A kvadratı. Çıxılsın 2 vurulsun x1 vur x2. Yəni C bölünsün A. Bu da bərabərdir. Ortaq məxrac A kvadratıdır. O zaman olacaq B kvadratı çıxılsın. A kvadratını A-ya bölsəm A, 2C-yə vursam olacaq 2AC. Belə bir ifadə almış oldum. Və diqqət edirin, mən buradan əslində həmən ifadəni tapa bilərəm. Deməli, bu ifadədə hər tərəf mənfi vurmuş olsam nə almış olar məsələn? B kvadratı çıxılsın 2AC bərabərdir 5A-nın kvadratı. O zaman yazacağım bərabərdir. Bu sürətin əvəzinə 5A kvadratı yazacağım. Yazıram 5A kvadratı bölünsün A kvadratı. A kvadratlar ixtisar gedər, düzgün cavab olar 5. Yəni Y variantı. Sual 6. ABCD bərabər tərəfi üçbucağının mediananın kəsişmə nöqtəsi koordinat başlanğıcıdır. Öncə Descartes koordinat sistemi çəkək. Və A nöqtəsinin koordinatları 0, 4 kökatda üstü qeyd edirəm. B nöqtəsinin koordinatlarının hasilinin böyük qiymətini tapın. Üçbucağı təqribi çəkək. B nöqtəsi ya buradadır, ya da buradadır. Gəlin baxaq. Tutaq ki, buradadır, qeyd edirəm. Üçbucağın medianları üçü də bir nöqtə kəsişir və kəsişmə nöqtəsinin təpədən başlayaraq 2-nin bir nisbətində bölünür. Bərabər tərəfi üçbucaqda tənbələr median hündürlüyü üçü də bir-birinə bərabər. Tutaq ki, bu da olsun Y nöqtəsi. Şərtdə verilmişdir medianın kəsişmə nöqtəsində. O zaman AY mediandır. Həm hündürlükdür, həm də tənböləndir. Bərabər tərəfli üçbucaq dediyindən 30-30 böləcək. 30 dərəcə, 30 dərəcə. Bərabər tərəfli üçbucağın hər bir bucağı da 60 dərəcədir. Bunu da qeyd etdim. O zaman AO parçası 4 kökatda üstdür. OY parçasını tapa bilərik. Üçbucağın medianları dedik, üçü də bir nöqtə kəsişir və kəsişmə nöqtəsində təpədən başlayaraq 2-nin bir nisbətində bölünür. AO parçası 4 kökatda 3 olduğundan OY parçası olacaq 2 kökatda 3. 60 dərəcə bucaq qarşısındakı katetin uzunluğu oldu əslində fikir verin. Yəni 6 kök 3. 60-ın qarşısı 6 kök 3 isə 30-un qarşısı olacaq
6 kök 3 bölünsün kök 3. Yəni 6. B nöqtəsinin komponentlərinə gəlin baxaq. Bu məsafə də o zaman 6 olacaqdır. B'nin komponentləri 4-cü rütbədə olduğu üçün 6 mənfi 2 kök 3. Çünki burada məsafə olaraq 2 kök 3, amma koordinat olaraq mənfi 2 kök 3 olacaq. Dedik, B ya buradadır, ya da burada. Tutaq ki, burada da ola bilər. Onda B'nin komponentləri nə olacaq? Eyni qayda üzrə, bura 6-dırsa, bu məsafə də 6 olacaqdır. Bu məsafə də o zaman 6-dır. Və o zaman B'nin komponentləri 3-cü rübdə nə olacaq əslində? Birinci x-i mənfi 6, y-i də əslində mənfi 2 kök 3. Hasilin böyük qiymətini soruşur. O zaman mənfi 6 vurulsun mənfi 2 kök 3. Müsbət 12 kök 3. Düzgün cavab A variantı. A parametrin hansı qiymətində üslub funksiyasının qiymətləri çoxluğu 5 sadə mörtəzə müsbət sonsuzluq olar. Üslub funksiya dediyindən 3 saat çıxılsın 5 mütləq 0-dan böyük olmalıdır və 3 saat çıx 5 1-dən fərqli olmalıdır. Buradan tapıram A böyükdür 1 tam üstə 2-dən və 3A fərqlidir 6-dan, A fərqlidir 2-dən. Bu iki şərtdir. Normalda üslub funksiyanın qiymətləri olmazdır. Müsbət həqiqətlər çoxluğudur. O zaman yazıram əslində 3 saat çıxılsın 5-in qüvvətinə x böyük 0 olmalıdır. Üzərinə bu ifadəni gəlir. O zaman bu ifadəni gəlsək, əslində nə olacaq? Hər tərəfin üzərinə yazıram. 3a çıxılsın 5-in qüvvətinə x plus a kvadratı çıx 8a plus 17. O zaman böyük olmalıdır. A kvadratı çıx 8a plus 17-dən. Və şərtdə verib ki, ifadə tamamı 5-dən böyük olsun. O zaman belə çıxır ki, bu 5 olmalıdır ki, bu ifadə 5-dən böyük olsun. O zaman yazıram a kvadratı çıx 8a plus 17 bərabərdir 5-ə. Yəni a kvadratı çıx 8a plus 12 bərabərdir 0-a. Toplamda 8 vuranda 12 hansı ədədlərdir? A1 bərabərdir 2, A2 bərabərdir 6. Amma A2 ola bilməz. Fikir verin, şərtdə yazmışam A2-dən fərqli olmalıdır. O zaman A6-dır. Düzgün cavab B variantı. M parametrin hansı qiymətində kompleks ədədin, yəni yazıram M çıx 2 plus M plus minus 4 vurulsun I. Qoşması ilə, bunun qoşması ilə hasil nə olacaq? Bunun qoşması olacaq əslində M çıx 2 çıxılsın M çıx 4 vurulsun I. Hasili 20-yə bərabərdir. Qeyd etdim. Bu da diqqət etirsəz, əslində müxtəsərdir. Bir dəfə fərqi bir dəfə cəmi. O zaman nə yazacağam? M çıx 2-nin kvadratı çıxılsın M çıx 4-ün kvadratı vurulsun I kvadratı. I kvadratı əslində mənfi etdiyi üçün plus 1 yazacağım. Bərabərdir 20. Müxtəsər açsaq M kvadratı çıx 4M plus 4 plus M kvadratı çıx 8M plus 16 bərabərdir 20. M kvadrat oldu əslində 2M kvadratı, mənfi 4, mənfi 8, mənfi 12M, müsbət 4, müsbət 16, 20, 20-lər getdi. O zaman bərabərdir 0. Buradan da 2M mörtəzə xaricini çıxarsam, M çıxılsın 6 bərabərdir 0. Hər birini ayrı-ayrı 0-a bərabər etsəm, M bərabərdir 0, M bərabərdir 6. Bizdən M-in natural qiymətini soruşduğu üçün düzgün cavab 6, yəni C variantı. Sahəsi 200 kvadrat olan ABC düzlaqlısında BY bərabərdir YC. Və NK AD-yə paraleldir. AN 2K qeyd edirəm. Və NB 3K bunu da qeyd edirəm. İştiqlərin istənilən sahəsini soruşur. Gəlin Y nöqtəsindən bir hündürə indirək. Tamamını bura yazıram H. Və NK AD-yə paralel olduğundan burada 90 dərəcədir. Bu da olsun bir T nöqtəsi, bu da olsun bir F nöqtəsi. Əslində NK eyni zamanda BC-də paraleldir. O zaman bu bucaq da 90 dərəcədir. Və bu bucaqlar da qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Eyni zamanda bu bucaqla, bu bucaqda uyğun bucaqlar bunlar da bərabərdir. Biz əslində almış olduq. ANF və FYT üst bucaqları oxşardır. Çünki bir üst bucağın iki bucağı uyğun olan digər üst bucağın iki bucağına bərabərsə bu üst bucaqlar oxşardır. O zaman oxşar üst bucaqların sahələrin nisbəti uyğun xəttə ölçülən kvadratların nisbətinə bərabərdir. BY 3K olduğundan YT də 3K-dır. Və oxşar üst bucaqların sahələrin nisbəti uyğun xəttə ölçülərin kvadratların nisbətinə bərabər. Yəni ANF də FYT-nin sahələrin nisbəti uyğun xəttə ölçülən kvadratların nisbəti. 2K-nın kvadratı 4K kvadratı, 3K-nın kvadratı 9K kvadratı. Yəni 4-ün 9-u olacaq sahələrin nisbəti. 4S yazıram bura. Burada yazıram 9S. Eyni zamanda diqqət etirin. ANF və ABY də oxşar üst bucaqlardır.
Oxşar əmsala baxaq. 2-nin neçə nisbətəsində? 5-ə nisbət. Çünki bir gözün qarşısı 2K, bir gözün qarşısı 5K. Oxşar üstüdan dedik sahələrin nisbəti uyğun xəttə üstüdən kvadratların nisbətinə bərabərdir. 2-nin 5-ə. Kvadratda üstəsəm 4-ün neçə olacaq? 25-ə nisbəti. 4S buradasa bura 21S. Və normalda düzbucaqlının sahəsi 200-dür. Yarısı olacaq. Yəni S, A, B, Y, H-ın sahəsi olacaq o zaman 100. A, B, Y-də 100-ün yarısıdır. Yəni olacaq 4S plus 21S bərabərdir 50-yə. 25S bərabərdir 50-yə. S bərabərdir 2. S-i tapdım 2. Və bizdən iştiqləm istəyən sahəsini soruşur. BY eyni zamanda AH-a bərabərdir. YS də HD-yə bərabərdir. O zaman AYD əslində bərabər yanı tutulaq. Təpədən çəkmiş hündür, yəni də median oldu. Eyni zamanda buradan anladım ki, YH parçası bu gördüyümüz ABCD düzbucaqlısının simmetriyasıdır. Yəni burada 9S olacaqdır. Burada olacaq əslində 4S. Və iştiqləmiş sahə olacaq o zaman 4 plus 9 13S plus 13S. 26S olacaq. 26S. Bu da bərabərdir. 26 vurulsun 2 bərabərdir 52. Deməli iştiqləmiş sahə oldu 52. Düzgün cavab D variantı. İki tərəfi 5 və 6 olan üçbucağın üçüncü tərəfinin uzunluğu da natural ədədlə ifadə olunur. Çəkirim üçbucağı və iki tərəfini qeyd edirəm. 5, 6. Üçüncü tərəf olsun x. Üçbucaq bərabərsinə əsasən üçbucağın hər hansı bir tərəfi digər iki tərəfin cəmindən kiçik, yəni 5 plus 6 11-dən kiçik olmalıdır. Fərqinin moduluna böyük. 6 çıx 5 1, modulu elə yenə 1. Deməli x əslində hansı natural qiymətlər ala bilər? 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Deməli, x-in mümkün halların sayəsində sayısı 9 dənədir. Deməli, 9 hal mümkündür. Təsadüfi seçilmiş belə iki üçbucaqda yalnız birinin bərabər yanı üçbucaq olması hadisəsinin ehtimalıdır. Yerdəşmənin əhəmiyyəti olmadığı üçün kombinezon seçsəm, bütün mümkün halların sayı olacaq kombinezon 9-dan 2. Yəni 9 elementdən rastgele ikisini seçdim. Və biri mütləq bərabər yanı üçbucaq olmalıdır. X 5 olsa 5 5 6 bərabər yanı üçbucaq olacaq. Və ya 6 olsa 6 6 5 yenə bərabər yanı üçbucaq olacaq. Biri mütləq şəkildə bərabər yanı olmalıdır. Deməli bu iki haldan birini seçməliyim. Kombinezon 2-dən 1. Geri bizim neçə element qaldı əslində? 7 element. 7 elementdən də birini seçməliyim. Çünki ümid seçim 2-dir. 7 elementdən də birini seçəcəm. Bu da oldu bizim üçün əlverişli hallar. Kombinezon 2-dən 1 elə 2-dir. Kombinezon 7-dən 1 7-dir. Və kombinezon 9-dan 2. 9 vurulsun 8 bölünsün 1 vurulsun 2. 2 ilə 8 7 qaldı 4. Nə qaldı o zaman? 2 vurulsun 7 bölünsün 9 vurulsun 4. 2 ilə 4 ixtisar getdi 2. Yəni cavab oldu 7 bölünsün 18. Düzgün cavab Y variantı. Baxaq 11-ci suala. Sonsuzluğun qaydasına əsasən sürət və məxrəc çox adi şəklində olduqda və dərəcələr bərabər olduqda limit ən böyük dərəcələrin əmsala nisbətinə bərabərdir. Yəni A çıxılsın 2 bölünsün 7 olacaq. Çünki buradan böyük dərəcə n kubu əmsaları da əslində nədir? A çıx 2 və 7-dir. Nisbəti olacaq A çıx 2 bölünsün 7. Bərabərdir. 3 bölünsün A plus 2. Çarpazdan vursaq alırıq əslində A kvadratı çıx 4 bərabərdir 21-ə. A kvadratı bərabərdir 25-ə. A bərabərdir əslində müsbət mənfi 5, amma şərtdə bizdə müsbətini soruşduğu üçün A 5-dir. Düzgün cavab o zaman A variantı. İlk öncə sistem tənliyi həll edək. Yazıram 2x plus 3y bərabərdir 28. İkinci tərəfin hər tərəfini vuraq mənfi 2-yə. O zaman mənfi 2x çıxılsın 2y bərabərdir mənfi 22-yə. Tərəf-tərəfə toplasaq y bərabərdir 6-ya. Y-i tapdıq. O zaman x bərabər olacaq. X plus 6 bərabərdir 11. Yəni x o zaman 5 imiş. X-i tapdım 5-dir. AB bərabərdir 6x. AB-nin uzunluğu 6x. Yəni 6 vur 5. Yəni 30 o zaman. Qeyd etdim. PD'nin uzunluğu bu məsafə 3y-dir. Yəni 3 vur 6. Yəni 18. Bunu da qeyd etdim. NC 2 vurulsun x. Yəni 5. Plus y. Yəni 6. Yəni o zaman olacaq 16. NC'ni də tapdım əslində 16. Bizdən soruşur 4 bucaqlının perimetrini tap. Çevrə xaricini götürmüş nöqtədən bu çevrəyə 2 bərabər toxuna çəkmək olar. PD və DK
çevrəyə toxunanlardır və bir-birinə bərabərdir. O zaman burada 18-dir. NC və SK da yenə çevrəyə toxunanlardır. Bunlar da bir-birinə bərabərdir. O zaman bu məsafə də əslində 16-dır. Hansı dördbucaqlının daxilinə çevrə çəkmək olar? Qarşı tərəfdən cəmi bir-birinə bərabər olan dördbucaqlının daxilinə çevrə çəkmək olar. Yəni BA 30-dur. CD 16 plus 18, yəni olacaq 34. Bu ikisinin cəmi BC və AD-nin cəminə bərabər olmalıdır. O zaman BA plus CD 30 plus 34 bərabər neçə? 64. Dedik bu dördbucağın daxilinə çevrə çəkilibsə, BC ilə AD-nin cəmi də 64 olmalıdır. O zaman perimetr olacaq 64 vurulsun 2 bərabər 128. Düzgün cavab D variantı. Öncə sinus alfa plus sinus beta üstünü qeyd edəcəm. Sinus alfa plus sinus beta bərabərdir. 2 vurulsun sinus alfa plus beta bölünsün 2. Vurulsun kosinus alfa çıxılsın beta bölünsün 2. Gəlin tətbiq edək o zaman sürətə. Nə olacaq o zaman? 2 vurulsun sinus alfa plus beta bölü 2. Yəni sinus 8x bölü 2, yəni 4x. Vurulsun kosinus alfa çıx beta bölü 2. 5x çıx 3x oldu 2x, yarısı oldu x. Bölünsün sinus 4x bərabərdir 2-yə. Sinus 4x fərqlidir 0 şərti daxilində bu ikisini ixtisar etdim. 2'lər də buradan getdi. O zaman aldım əslində cos x bərabərdir 1. Kosinus 1 olmalıdır. Sinus 4x də 0-dan fərqli olmalıdır. Buradan tapıram x bərabərdir 2 pi k. Buradan tapıram 4x fərqlidir pi k-dan. X-in özü fərqlidir pi k bölünsün 4-dən. Bunu da vahid çevrə üzrə daha aydın şəkildə izahını verəcəm. Çəkirəm vahid çevrə. 2 pi k nə deməkdir əslində? Normalda çəkirəm vahid çevrəni. Və k-ya 0 ver, bu nöqtədir. K-ya 1 ver, o zaman olacaq 2 pi, yenə bu nöqtədir. Mənfi 1 ver, yenə bu nöqtədir. Yəni bunun həlli nöqtə olaraq budur. Yazmışam x fərqli olmalıdır pi k bölü 4-dən. K-ya əslində mən 8 yazsam nə olmuş olacaq əslində? 2 pi almış olacaq və tam həmən nöqtə yazır. Şərtimə əsasən də həmən nöqtə mütləq şəkildə fərqli çıxmalı. Və bunlar bir-birinə zid olduğundan deməli həlli yoxdur. Düzgün cavab Y variantı. Kiməsə qarşılıq gəldisə fərqli bir üsul deyəcək. Məsələn, k-ya 1 versəm nə olacaq? 2 pi. X 2 pi isə məxrəc əslində nə olacaq? Sinus 8 pi. Sinusun dövrləri 2 pi olduğuna 8 pinin 8-ini də atdım. Qaldı sinus 0. Sinus 0-da nədir? 0. Məxrəc olur 0. Yəni ona görə tənliyin həlli yoxdur. Funksiyası üçün hansı təklif doğrudur? Deməli, C çıx D-nin gələn işarəsi müəyyən edək. C 10 tam nə qədərdir? Çünki 10 ilə fikir versinizsə 20 arasında bir ədəddir. D-də 20 tam nə qədərdir? O zaman 10 tam nə qədərdən 20 tam nə qədərsəm C çıx D-nin işarəsi anladım ki, mənfi olmalıdır. Bunu da qırmızı ilə gedirəm mənfi. İndi gəlin A çıx B-nin də işarəsini müəyyən edək. A yenə 10 tam nə qədərdir fikir versinizsə. B isə yenə 20 tam nə qədərdir. İkisindən böyük çıxdığım üçün yenə işarə mənfidir. Bunu da başa düşdük. Birinci gəlin təyin oblasına baxalım. Cüt dərəcənin kök altı ifadə həmişə müsbət və ya 0 olmalıdır. O zaman C çıx D-nin işarəsi mənfidir. Mənfi nəyə vurum ki, müsbət və ya 0 eləsin? Deməli, əslində x-in işarəsi hökmən mənfi və ya 0 olmalıdır. Yəni x kiçikdir bərabər 0-dır. X də bu funksiyanın təyin oblasıdır. Deməli, təyin oblası dy olacaq əslində nə? Mənfi sonsuzluq 0 parça. O da hansına uyğun gəldi? 1-ə uyğun gəldi. Normalda kvadrat kökün altı xətti funksiyadırsa, qiymətlər oblası 0 parça müsbət sonsuzluqdur. Mənfiyə vurduğumuz üçün qiymətlər oblası olacaq əslində mənfi sonsuzluq 0. Sadə məntiqi nədir? Yəni bu ifadə hər zaman onsuz da biz bildik ki, müsbət qiymətlər alacaq. Qarşıda mənfi olduğu üçün hər zaman mənfi və ya 0 qiymət alacaq. Ona görə bunun qiymətlər oblası olacaq mənfi sonsuzluq 0, həm də 2 uyğun gəldi. 1, 2, düzgün cavab C variantı. Öncə bir trapesiya çəkək. Deməli, oturacaqları 5 və 20-də onu qeyd edirəm. Diaqonalları çəkək. Bu diaqonalın biri. Bu da ikinci diaqonalı. Trapesiyanın diaqonalının kəsişmə nöqtəsində oturacaqlara paralel çəkilmiş düz xətt yan tərəfləri M və nöqtəsini kəsir. Çəkirəm həmən düz xətt parçasını. Yazıram da M, bu da olsun N. Və bizdən soruşur M-in parçasını tap. Yer gəlmişəm, bu olsun bir O nöqtəsi tapış.
Bu diaqonal kəsişmə nöqtəsindən oturacaqlara paralel çəkilmiş düz xətt parçasının uzunluğu, yəni m bərabərdir həmişə 2 vurulsun AB bölünsün A plus B. M da yarısıdır. O zaman həmən m parçasını birbaşa tapa bilərəm. M bərabərdir 2 vurulsun A'mız 5'dir, B'miz 20'dir. Bölünsün 5 plus 20. Yəni o zaman neçə olacaq o? 10 vurulsun 20. 200 bölünsün 25 bərabərdir 8. Düzgün cavab C variantı. Bu düsturun isbatını kanalımda Güvən B dördbucaqlar bölməsində isbatını vermişəm. Cədvəldə A-nın B-nin və A plus B cəminin dərəcəsi verilmişdir. A plus B cəmi elə dərəcəsi böyük olan olmalıdır. Cəmin dərəcəsi çox ədədin dərəcəsi böyük olanın dərəcəsi olmalıdır. O da m çıxı 3, m çıxı 5-də daha böyükdür. Yəni 3 çıxırsınız bir ifadədən. Bir də var 5 çıxırsınız. Təbii 3 çıxanda daha böyük çıxacaq. O zaman A plus B-nin cəmi əslində olmalıdır m çıxılsın 3. Digər tərəfdən özü də verib m plus 4'dür. Bərabər yazarım m plus 4. Bir tərəfə keçsəm nə alır əslində? M çıxılsın n bərabər 4 plus 3 7. Deməli m çıxır əslində olmalıdır 7. Düzgün cavab B variantı. Loqaritmin xassəsinə əsasən əsaslar eyni olduğu üçün çıxanda bölmək lazım. Yəni yazsam loqaritma 3 əsasdan x çıxılsın 5 faktorial bölünsün x çıxılsın 4 faktorial bərabərdir -1-ə. Yenə loqaritmin xassəsinə əsasən yazacağam. x çıxılsın 5 faktorial bölünsün x çıxılsın 4 faktorial bərabər 3-ün qüvvətinə -1. Və yenidən yazıram. x çıx 5 faktorialı olduğu kimi saxlasam və məxrəci açacağam. Bir geri yazsam x çıx 4 vurulsun x çıx 5 faktorial bərabərdir 1 bölünsün 3'ə. Bu ifadələr buradan ixtisar gedər. Nə almış olur məsələn? 1 bölünsün x çıx 4 bərabərdir 1 bölünsün 3. x çıx 4 bərabərdir 3'ə, x bərabərdir 7'yə. Yəni düzgün cavab A variantı. Tərəfi 1 olan düzgün altıbucaqlısının və kvadratının A təpəsində çıxan diaqonalların digər ucuları arasındakı ən böyük məsafəni tapın. A təpəsinin hansı diaqonal çıxa bilər? Yəni normalda. Bu ola bilər. Bu ola bilər. Sonra bu ola bilər. Və bu ola bilər. A-dan çıxan mümkün diaqonal çəkdir. Və bizə deyir ki, A təpəsindən çıxan diaqonalların digər ucuları, yəni Y nöqtəsi, D nöqtəsi, S nöqtəsi, M nöqtəsi arasındakı ən böyük məsafə tapın. Təbii burada da görünür ki, ən böyük məsafə Y-M məsafəsi olacaq. Amma bir riyaziyyatçı olaraq necə deyə bilərik? Normalda üçbucaqda bilirsiniz, böyük bucaqlaşının böyük tərəf, kiçik bucaqlaşının kiçik tərəf dayanır. Əslində mümkün qədər bucaq böyük açılarsa, əslində kör bucaqlı üçbucaq olacaq və tərəf mümkün qədər böyük olacaq. O zaman buradan görünür ki, əslində bizə lazım olacaq məsafə Y-M məsafəsidir. Gəlin o zaman bu məsafəni tapmağa çalışaq. O necə tapacaq? Deməli, normalda kvadratın diaqonal bucağının tənbülənidir. Yəni 45 dərəcə 45 dərəcə böləcək. Bu da 45 dərəcə. Və tərəfi də 1-dir. Hamısı 1-dir. Şərtdə verib 1, 1, 1 qeyd edirəm. O zaman mən əslində A-ın parçasını tapa bilərəm. Kvadratın diaqonalı A kökotda 2-yə bərabər. Tərəf 1 olduğundan A-ın məsafəsi olacaq əslində kökotda 2. İndi bizə eyni zamanda A-Y məsafəsi də lazımdır. Düzgün altıbucaqlının kiçik diaqonalı A kökotda 3-ə bərabərdir. O zaman 1 vursun kökotda 3, yəni kökotda 3 bunu tapdı. Bir qaldı bizə M yeni tapmaq. Bu necə tapacaqsınız? Əslində yadda saxlayın. Düzgün altıbucaqlının kiçik diaqonalı həmişə tərəfə perpendikulardır. Bu əslində 90 dərəcədir. Bunu bir qayda olaraq yadda saxlaya bilərsiniz. M-yə də bir x qeyd edirəm. O zaman iki tərəf var və onlar arasında qalan bucaq da var. Onu qırmızı rənglə göstərəcəm. Bu bucaq da var. 90 plus 45. İki tərəf var, onlar arasında qalan bucaq var. Üçüncü tərəfin tapılması kositar tərəfi. Yəni yazacağım o zaman. X-in kvadratı bərabərdir. Kökotda 3-ün kvadratı plus kökotda 2-nin kvadratı. Çıxılsın 2 vurulsun, kök 3 vurulsun, kökotda 2 vurulsun. Kosinus 90 plus 45 dərəcə. Elə olduğu kimi yazacağım. 90 dərəcə plus 45 dərəcə. Qeyd etdim. Yenidə yazıram x-in kvadratı bərabərdir. 3 plus 2 çıxılsın 2 kök altında 6 vurulsun. Kosinus 90 dərəcədə ad dəyişir. Əslində olur sinus 45 dərəcə. 90 plus dediyim üçün ikinci rübə düşür. İkinci rübə kosinus işarəsi mənfidir. Bir mənfi oradan gəldi olur müsbət. Sinus 45 dərəcədə də kök altında 2 bölünsün 2-yə bərabərdir. Sadələşdirmə aparaq. X kvadratı o zaman bərabərdir. 5 plus kök altında 12.
X'in özü təbii müsbət olacaq. Kök altında 5 plus kök altında 12. Yəni düzgün cavab o zaman D variantı. F2 bərabər yazacağım. 1 çıxılsın. Bunun da əvəzini yazmaq olar kosinus kvadratı x'in mörtəzə kvadratı bölünsün sinus kvadratı x plus 2. Yenidən bərabərdir. Sürəti sadələşdirəcək olsam, bir dəfə cəm, bir dəfə fərqi. Yəni yazacağım nə? 1 çıxılsın kosinus kvadratı x vurulsun 1 plus kosinus kvadratı x bölünsün sinus kvadratı x plus 2. Və 1 çıx kosinus kvadrat x sinus kvadrat x-ə bərabərdir. Bu ikisi ixtisar gedər, amma bir şərt daxilində. Sinus kvadratı x məxrəc yəni sıfırdan fərqli olmalıdır. Yəni sinus x-in özü mütləq sıfırdan fərqli olmalıdır. X o zaman fərqlidir pi k-dan. Bunu qeyd etdim. Bu oldu bunun təyin oblasıdır. İndi keçirəm fx nə almış oblasında. Fx bərabər əslində aldıq 1 plus kosinus kvadratı x plus 2-yə. Yəni almış oluram kosinus kvadratı x plus 3. Normalda kosinus kvadrat x-in qiymətlər olası 0, 1. Hər ikisi parça. Gəlin görə indi verilən şərtimizi ödəyəlim. Normalda kosinus kvadrat x-in qiymətlər olası 0 parça, 1 parçadır. Amma gəlin görək bu ifadədə ödəyəcək. Kosinus 0-dırsa sinus 0-dan fərqlidir. Çünki kosinus 0-a bərabər olduğu bucaqlarda. Məsələn, sizin tanıdığınız tutaq ki, kosinus 90-da 270-də nəyə bərabərdir əslində? 0-a bərabər. Həmin nöqtələrdə sinus 0-dan fərqlidir zaten. O zaman əslində mən kosinus kvadrat x-ə 0 yaza bilərəm ən kiçik qiyməti. 0 plus 3, 3. Ən azı bu ifadənin qiyməti 3-dür. Bəs gəlin görək ən böyük qiyməti neçə olacaq? Kosinus kvadrat x-in normalda ən böyük qiyməti 1-dir. Yəni 1-ə bərabər ola bilər. Amma əgər mən kosinus'a 1 yazsam, sinus olacaq 0 və məxrəc 0 olacaq. İfadənin mənası qalmayacaq o zaman. Normalda dedik 1 plus 3. 4'ü o zaman sonsuz yaxınlaşır ala bilmir. Bax sadə mörtəzə yazdım. Parça yazmadım. Çünki kosinus 1-ə bərabər olduğu bucaqlarda sinus 0-a bərabər. Məsələn kosinus neçə dərəcədə tutaq ki 1-ə bərabər? 0 deyirsiniz. Sinus 0-dan əvvəl 0. İfadənin mənası qalmır. Məxrəc 0 olur. Ona görə də 1 plus 3 4'ə sonsuz yaxınlaşır ala bilmir. Sadə mörtəzə qeyd etmişəm. Oldu bunun qiymətlər obası. Və bizdən soruşur funksiyanın təyin obası ilə qiymətlər çoxluğunun kəsişməsini tapın. Mən normalda bunun qiymətlər çoxluğunu tapmışam. 3 parça, bax qeyd edirəm 3 parça, 4 sadə mörtəzə. Tam bu formada. Bunun qiymətlər oblasıdır. Təyin obası x fərqli olmadı pi k-dan. K-ya dəyərə verək. Məsələn, k-ya -1 versəm onsuz da -pi bu aralıqda yoxdur. K-ya məsələn 1 versəm pi, 3 tam %14. Deməli x fərqli olmalıdır pi-dən. Niyə? Çünki k-ya məsələn 1 verdim, x fərqlidir pi almış oldum. Pi də 3 ilə 4-ün arasında olduğu üçün mütləq bu nöqtədən fərqli olmalı. Başqaları artıq o deməyəcək. Çünki k-ya məsələn 2 versəm 2 pi, onsuz da bu aralığa düşmür. 3-4 aralığına düşmür. Bitdi. Deməli kəsişməsi nə olacaq o zaman? 3 parça pi sadə mörtəzə birləşir pi sadə mörtəzə 4 sadə mörtəzə. Yəni düzgün cavabı o zaman 19 Y variantı. Cəmini hesablayın. Diqqət edin 100 50, 25. Və yazıb 99, 33, 11. Mən altdan bir xətt çəkdiklərimi yenidən yazıram. Yazıram 100 plus 50 plus 25 plus nöqtələr bu formada davam edir. Yazıram 99 plus 33 plus 11 plus nöqtələr bu formada davam edir. Tutaq ki bu olsun A. Bu da olsun B. Bu ikisinin cəmi də bizə verilən ifadəni verəcək. O zaman verilən ifadə bizim üçün A plus B'dir. Bizə əslində A plus B lazım. 150, 25. Hər dəfə nə idi əslində? 2-yə bölüb. Bu əslində nədir? Sonsuz azalan həndəsi hissəsidir. B yazdığımda 99, 33, 11 hər dəfə 3-ə bölüb. Yəni 3-də 1-ə vurub. Bu da sonsuz azalan həndəsi hissələri. Cəm düsturu tətbiq edərək ikisini tapacaq. B1 bölünsün, yəni 100 bölünsün. 1 çıx ki, hər dəfə 2-də 1-ə vurduğu üçün 2-də 1. Bərabərdir. 100 bölünsün. 1 çıx 2-də 1, 2-də 1. 100-ü 2-də 1-ə bölmək ilə 2-yə vurmaq deməkdir. Oldu 200. Gəlin bu cəmə baxaq. 99 bölünsün. 1 çıx 2. 2 dəsində neçədir? 3-də 1-dir. Hər dəfə 3-də 1-ə vurubdur. Bu da bərabər 99 vurulsun. 1-dən 3-də 1 çıxanda 3-də 2. 3-də 2-yə bölmək əslində 2-də 3-ə vurmaq demək. Bu da bərabərdir 2-də. 99-u yox, 100-ü 3-ə vuraram. 300 çıx 3. Yəni 297. Bölünsün 2. Bizə verəcək əslində neçə?
olacaq 148,5. Və bizə bu ikisinin cəmi lazımdır. Yəni yazıram o zaman 200 plus 148,5 bərabərdir o zaman 348,5. Düzgün cavab Y variantı. Funksiyasının qrafikini çəkilmiş toxunanlar absisona paraleldir. Toxunan absisona paralel isə toxunma nöqtəsi törəmə 0-a bərabərdir. O zaman törəməni tapacaq. 3-də 1 vurulsun 3x-in kvadratı. Çıxılsın 4 vurulsun 2x plus 15 bərabərdir. Dedik törəmə 0-a bərabər olmalı. O zaman üstlər buradan getdi. Əslində aldım x kvadratı. Çıxılsın 8x plus 15 bərabərdir 0. Toplayanda 8 vur 15 hansı ədəddir? x1 bərabərdir 3, x2 bərabərdir 5. Deməli, toxunma nöqtələrinin absisləri 3 və 5-dir. Və bizdən nə soruşur? Toxunma nöqtələrindən ordinat oxuna qədər olan məsafələrdən böyüyün qiymətini tapın. Yan tapın. Çəkirəm Descartes koordinat sistemi. Əslində mən tapdığım nöqtələr, toxunma nöqtələrinin absisləridir, ordinatını tapmalıyım. Amma ehtiyac yoxdur. Çünki niyə? Zaten toxunma nöqtəsinin absisini bilirəm üstü, biri də 5-dir. Və nöqtə burada da olsa, burada da olsa bir fərq eləmir. Çünki həmən nöqtədən bizə lazımdır ordinat oxuna qədər məsafə, bu məsafə lazımdır. Və yaxud bu məsafə lazımdır. Deməli, həmən məsafə elə buradan görünür ya 3-dür, ya da 5-dir. Bizdən soruşur, toxunma nöqtəsindən ordinat oxuna qədər məsafələrin böyüyün qiymətini tapın. Böyüyün qiyməti təbii olacaq 5. İkizli bucağın xətti bucağı elə 10 dərəcə ölçüsünə bərabərdir. Yəni 5 alfa çıxılsın 60 dərəcə bərabərdir 2 alfa plus 30 dərəcə. Buradan tapıram 3 alfa bərabərdir 90 dərəcə. Alfa bərabərdir 30 dərəcə. Elə bizdən də alfanı soruşur, düzgün cavab A variantı. Gəlin bu ifadələri tərəf-tərəfə vuraq. Əkob AB vurulsun Əbub AB A vur B-yə bərabərdir. Yazıram o zaman A vurulsun B bərabərdir 125 vurulsun 30-un qüvvətində E vurulsun 10-un qüvvətində K bölünsün 3-ün qüvvətində 4. A-nın əvəzinə yazacağım. 10-un qüvvətində N plus K vurulsun B-nin əvəzində 15-in qüvvətində N çıx K. Yazıram 15-in qüvvətində N çıxılsın K bərabərdir 5-in kubu vurulsun. 30-un da əvəzinə yazmaq olar 10-un qüvvətində N vurulsun 3-ün qüvvətində E vurulsun 10-un qüvvətində K bölünsün 3-ün qüvvətində 4. 10-un qüvvətində N plus K fikir verin 10 üstü N 10-un qüvvətində K. Yenə 10-un qüvvətində N plus K. Bunlar ixtisar getdi. Nə qaldı o zaman? 15-in də əvəzini gəlin belə yazaq. 5-in qüvvətində N çıxılsın K. Vurulsun 3-ün qüvvətində N çıxılsın K. Bərabərdir. 5-in kubu vurulsun 3-ün qüvvətində N çıx 4. Buradan görünür N çıx K 3 olmalıdır. Və N çıx K isə N çıx 4 olmalıdır. Gəlin həmən bərabəri yenidən yazaq. Yazıram N çıx K bərabərdir 3-ə. Və eyni zamanda yazıram N çıx K bərabər olmalıdır N çıx 4. K buradan aydın məsələ olmalıdır 4. K 4. Yazıram N çıx 4 bərabərdir 3-ə. N özü o zaman bərabər 7. N tapdıq. Bizdən soruşur A ədədinin sadə qruplarının sayını tapın. O zaman A bərabərdir əslində 10-un qüvvətində N plus K. Yəni 4 plus 7 11. Bunu sadə qruplar halına gətirək. Yazmaq olar 2-nin qüvvətində 11 vurulsun 5-in qüvvətində 11. Sadə qrupların sayı olacaq o zaman 11 plus 11 bərabərdir 22. Deməli A ədədinin sadə qrupların sayı 22. Düzgün cavab 22. Düz 4 bucaqlı prizma şəklində olan bağlı qabın daxilində müəyyən miqdarda su var. Şəkil 1-dəki qabda olan suyun səviyyəsi x desimetr, AD 6, CD 5-dir. Bu qabı DSK-il üzü oturacaq olmaqla çevirdikdə qabdakı suyun səviyyəsi 2,2 desimetr olur. DL 10 olarsa x-i hesabla. Deməli, hər iki halda eyni qab olduğundan qabı çevirsək belə suyun həcmi dəyişməyəcək. O zaman gəlin birinci və ikinci qabda suyun həcmini tapıb bir-birinə bərabərləşdirək. Düz 4 bucaqlı prizmanın həcmini tapacaq olsaq birinci qabda nə yazılır əslində? 6 vurulsun 5 vurulsun 2. Oldu birinci qabdakı suyun həcmi. İkinci qabda CD-nin şərti özü vermişdi 5 qeyd edirəm. O zaman ikinci qabdakı suyun həcmi olacaq 5 vurulsun 10 vurulsun 2 çıxılsın 2.
Və sadəcə qabı çevirdikləri üçün dedik həcmləri dəyişməyəcək. Bu həcmlər bir-birinə bərabər olmalıdır. O zaman alıram 30x bərabərdir 50x çıxılsın əslində 100. Buradan tapıram 20x bərabərdir 100-ə. X-in özü o zaman bərabərdir 5-ə. Bizdən də x-i soruşurdu. Düzgün cavab 5. 6 nəfər sırada düzülüb şəkil çəkdirmək istəyir. Bunlardan Nihat və Murad yan-yana durmaq istəmədiklərinə görə neçə fərqli düzülüşlə şəkil çəkdirə bilərlər? Deməli, 6 nəfər düzürəm. 1, 2, 3, 4, 5, 6. Normalda 6 nəfərin öz arasında yerləşməsi 6 faktorialdır. Yəni 6 faktorial üsulla şəkil çəkdirə bilərlər. Yəni 720 üsulla. Bu bütün mümkün halların sayıdır. Mən dedim Murad və Nihat olsun yan-yana. Mən birinci tərsdən düşünəcəm. Murad və Nihat olsun yan-yana. Gəl görə neçə üsulla çəkdirə bilərlər. Nihat da Muradı bağladım. Bunlar olsun bir yerdə. Geriyə qaldı əslində neçə nəfər? 1, 2, 3, 4 nəfər. 4 nəfər və bir Muradla Nihat bir yerdə. Oldu 5 nəfər əslində. 2, 3, 4, 5. 5 elementin öz arasında yerləşməsi 5 faktorial. Bir də Nihat da Murad öz arasında yerini dəyişə bilər. 2 faktorial. Bu da bərabərdir. 5 faktorialımız 120, 2 faktorial 2. 120 2'ye vursam 240. Deməli 240 halda Murad və Nihat yan-yana düşəcək. Ümumi 720 hal var. Həmin o 720 haldan 240 halı çıxsa Muradla Nihat yan-yana düşməyəcək. O da olacaq əslində neçə? 480. Düzgün cavab o zaman 480. Bərabər tərəfli üçbucaqların perimetrləri üçün P1 çıx P2 bərabər P2 çıx P3 və AB 24 olarsa P1 plus P3 cəmi hesablayırıq. Tutaq ki, birinci üsluğun tərəfi A-dır. Onda hamısı olacaq A. İkinci üsluğun tərəfi B-dir. O zaman olacaq B, B. Bu da olsun C, C, C. P1 yəni 3A çıxılsın P2 yəni 3B bərabərdir P2 yəni 3B çıxılsın P3 yəni 3C. Hər tərəfi 3'ə bölsəm alıram mənə A çıx B bərabərdir B çıx C. Buradan da hətta alıram A plus C bərabərdir 2B. Belə bir şərt aldım. AB bərabərdir. AB-nin uzun nə qədərdir əslində? A plus B plus C bərabərdir 24. Və aynən C-nin cəmi də əslində 2B-yə bərabərdir. O zaman yazıram 2B plus B bərabərdir 24. 3B bərabərdir 24-də, B bərabərdir 8. B-ni tapdım 8. Bizdən P1 ilə P3-ün perimetrlərinin cəmini soruşur. Birinci üsluğun perimetri 3A, üçüncü üsluğun perimetri 3C bərabərdir. 3'ü də mörtəzə xaricdən çıxarsam A plus C. Bizə A plus C lazım. B 8 olduğundan yazıram o zaman bu ifadədə B-nin əvəzini 8. Yəni yazıram A plus C plus 8 bərabərdir 24. O zaman A plus C bərabərdir 16'ya. Gətir burada yerinə yazsam 3 vurulsun 16 bərabərdir 48. Düzgün cavab 48. Sual 27. 1, 2, 3. Deməli, fikir verirsiniz, birinci heyətin işarəsidir. Bax, bu xəttə diqqət edirəm. Heyətdə də sonunda birləşməkdir. X 4'ə bərabər və ondan böyük. Yəni 4 parça, müsbət sonsuzluq. X kiçikdir M-dən. M-dən asılı olmayaraq, nə yazırsınız yazın, sonunda bir həll var. Çünki ən az 4 müsbət sonsuzluq, onsuz da bunun həllidir. Birləşmə olduğu üçün həldir. Yəni M istənilən qiymətli həlli var, A variantı avtomatik doğrudur. M 4 olduqda həlli yoxdur, səhvdir. 4 olduqda yeganə həll var. Yenə səhvdir, çünki 4 olsa belə yenə sonsuz sayda həlli olacaq. D variantı var. M 4 olduqda həlli mənfi müsbət sonsuzluq. Yəni bu nə deməkdir? Tutaq ki, M-ə 4 yazdım mən. Əslində bunların birləşməsi nədir? Birinci bərabərsizlikdə. X böyükdür bərabər 4'də. Yazıram 4'ə bərabər və bundan böyük. İkincidə X 4'dən kiçik. Qeyd etdim. Birləşmə. Bu birinci ştrixlədiyim mənfi sonsuzdan 4'ə kimi götürəcək? 4 sadə. İkinci 4 parça müsbət sonsuzluq. Birləşmə olduğu üçün elə cavab olacaq mənfi sonsuzluq, müsbət sonsuzluq. Yəni 1'ə həm də D uyğun gəldi. Keçirəm ikincisini. Deməli, artıq A-nı seçdim, D-ni seçdim. Bunları bir daha yoxlamayacağım. B-dən başlayacağım. M4 olduqda həll yoxdur. Gəl baxalım. İkinci artıq sistem bərabərsinin həllidir. M-ə 4 yazmış olsam, nə alır əməsidir? X böyükdür bərabər 4'dən, X kiçikdir bərabər 4'dən. 4'ə bərabər və ondan böyük, 4'ə bərabər və ondan kiçik. Burada bizə həll var. M4 olacaq. O zaman yeganə həll olacaq. 2'ə həm də C uyğun gəldi. M0 olda həll yoxdur. Y bir diqqət edin. Əgər M0 olsa,
Birinci şərtimiz nədir özü verir? X böyükdür bərabər 4-dən. İkinci də x kiçikdir bərabər 0-dır. 4-dən böyük 0-dan kiçik elə bir ədəd yoxdur. O zaman 2-yə həm də y uyğun gəldi. Yəni 0 olduqda həll yoxdur. 3-ə də bir variant qaldı, B variantı. Amma mən həllinə baxacağım təbii. M 0 olduqda əslində, M 4 olduqda həll yoxdur. Gəl baxaq. Yazıram 4x böyükdür bərabərdir. M əvəzində 4 yazsam 4 vurulsun 2 plus 8. Bunlar buradan gedər. Əslində alıram 0 böyükdür bərabər 8-ə. Bu da mümkün deyil. Yəni M 4 olduqda doğrudan həll yoxdur. Deməli 1AD, 2SY, 3B. Baxaq 28-ci suala. Gəlin ilk öncə kosinus həcmi tapaq. Kosinus həcmi V həcm bərabərdir. 3-1 pi r kvadratı vurulsun h düstur hesablanır. O zaman yazıram 3-1 vurulsun. Şərtdə pinin qiymətini 3 verib. Yazıram 3 vurulsun. Radius 4, 4-ün kvadratı, yəni 16. Vurulsun h. H-ımız əslində 6-dır. Buradan sadələşdirmə aparsam 96. Deməli konusun tutumu 96 kub desimetrdir. Aha, bunu qeyd etdik. İndi oxuyaq şərti. Konus formasında olan boş çən birinci kran vasitəsilə 12 dəqiqə dolur. Yəni o zaman 1 dəqiqə birinci kran hovuzun 12də birini nə edəcək? Dolduracaq. Buradan qeyd edirəm ikinci kran. İkinci kran vasitəsilə çən 24 dəqiqə boşalır. O zaman 1 dəqiqə 24də birini boşaldacaq. Bu nə qeyd edir? Çən boş vəziyyətdə olduqda əvvəlcə birinci kran açılır. Və 4 dəqiqədən sonra bağlanaraq ikinci kran açılır. Normalda birinci kran hovuzun 1 dəqiqə 12də birini doldururdu. 4 dəqiqə hansı hissəsini dolduracaq? Yəni 12də 1 vurulsun 4. Və ikinci kran açılır. İkinci kran açıldıqdan 1 dəqiqə sonra çəndə qalan suyun həcmini hesablayın. Deməli 1 dəqiqə axı ikinci kran boşaldırdı. Hansı hissəsini boşaldacaq? 24də birini. 1 bölünsün 24. Bu dəqiqə mən tapmışam sonda çənin dolan hissəsini. Sadələşdirmə aparaq. Burada qaldı 3. Yəni 3də 1 çıxılsın 1 bölünsün 24. Bu da bərabərdir 24-də. 24-ü 3-ə bölsün 8 çıx 1 7. Deməli əslində 24-də 7 hissəsi dolan hissəsidir. Deməli bəs çənin tutumu nə qədər idi? Yəni bu konus formasında olan çənin tutumu nə qədər? 96 bunun tutumu idi. Hansı hissəsi dolub? 24-də 7-si. 24-dən 96 qısa getdi 4, 4 vur 7, 28. Deməli, çəndə qalan suyun həcmi 28 litrdir. İştiqləmiş hissələrin sahələri cəmini hesablar. Sual inteqralla bağlı bir sualdır. Deməli, öncə tamamını inteqralla hesablayaraq, sonra ağ, yəni iştiqlənməmiş sudan sahəsini çıxsaq, iştiqlənmiş hissə qalacaq. Burası 9-dur. Qeyd edirəm 9. İntegral sərhədləri nədəsin? Hardan başlayır? 0-dan 9-a. Qeyd edirəm integral sərhədləri 0-dan 9-a. Funksiyamız nədəsində? Kök adlı x funksiyasıdır. Alt sərhəddəsində 0-dır, çıxmaq ehtiyacı yoxdur. Dx bərabərdir. Yenidə yazırım integral 0-dan 9-a. Kök adlı x nə deməkdir? X-in qüvvətinə 2-də 1. Dx bu da bərabərdir. İntegralını hesablasaq 2-də 1-in qüvvəti üzərinə 1 gəlsəm olacaq 2-də 3. 2-də 3-ə bölmək 3-də 2-yə vurmaq deməkdir. Sərhədlər yenə qeyd edirəm 0-dan 9-a. Üst sərhədi yerinə yazsam 3-də 2 vurulsun. 9-un qüvvətində 3 bölünsün 2, çıxılsın, 3-də 2 vurulsun, 0-ın qüvvətində 3 bölünsün 2. Bu da bərabərdir. 3-də 2 vurulsun, 9 nə deməkdir? 3-ün kvadratı. Onun da qüvvətində nə? 3 bölünsün 2. Çıxılsın 0. Bu da bərabərdir. Buradan 2-lər getdi. 3-də 2 vurulsun, 3-ün kubu 27. 3 ilə 27 qısa getdi 9. 2 vur 9, 18. Mən tamamı sahəsini tapdım 18. Bizdən bu 3 buzağın, bunu da qırmızı ilə iştiqləyəcəm. Bu 3 buzağın sahəsini çıxsam, geriyə qalacaq həmən iştirim. 3 buzağın sahəsini necə tapacaq? Buradan bura məsafə 8 aydın məsələ. Mənə bu hündürlük lazımdır. Hər bir nöqtənin 2 koordinatı var. Yəni apsı 9-dursa, funksiyada yerinə yazsam, kök altında 9 bərabərdirsə, demək bu nöqtə üstdür. Buradan bura üstdürsə, bu məsafə də 3. Hündürlüyü də tapdım o zaman əslində neçə? Hündürlüyü tapdım əslində 3. O zaman üstbuzağın sahəsini tapa bilərəm. Bu qırmızı ilə iştiqlədim üstbuzağın sahəsini olacaq o zaman. S bərabərdir. 8 vurulsun 3 bölünsün 2. O zaman 4 vur 3 12. Həmən sahəni tapdım 12. Dedik tamamından, yəni 18-dən 12-ni çıxsam alacam neçə? 6. Deməli iştiqləmiş hissənin sahəsi 6-dır. Düzgün cavab 6. Mərkəzi O nöqtəsində olan çevrədə AD bərabərdir B-yə. Qeyd edirəm. Və CD bərabər C olduğunu ispat edir.
Bərabər vətərlər bərabər qövslər gəlir. Tutaq ki, adi qövsün dərəcə olsun K. O zaman KB-nin də dərəcəsi olacaq K. DG-nin dərəcəsi tutaq ki, olsun M. Diqqət edirək DAB bucağına, bu bucağa. Bu bucağın söykəndiyi qövs. Bunu da fərqinə genişlikləyəcəm. Bax, bu qövsü. Dərəcəsi nə qədərdəsin? K plus M. Eyni zamanda bu bucağa baxaq. Bu bucağın da gəldiyi qövsün dərəcəsi nə qədər? K plus M. Və eyni qövsə söykənən daxil çəkmiş bucaqlar bərabərdir. Yəni, bunu alfa yazsam, burada alfadır. O zaman aldım əslində CAB bərabər yan üç bucaqdır. Bərabər yan üç bucağında yan tərəflər bir-birinə bərabər. Buradan da aydındır ki, CD bərabər olmalıdır CY-yə. İkinci bir ispat da vermək istəyirəm. Şəkli yenidən böyüdülmüş versiyasını göstərəcəm. Deməli, şərtdə verib AD bərabərdir YB-yə. Mən O ilə həm Y nöqtəsini, həm D nöqtəsini birləşdirəcəm. Gəlin baxaq. Dedik əslində bərabər vətərlər, bərabər qövslər gəlir. Yəni, AD qövsünün dərəcəsi bir alfadırsa, YB qövsünün dərəcəsi olmalıdır alfa. Və mərkəzli söykəndi qövsünün dərəcəsinə bərabərdir. Alfa, bu da olmalıdır məcbur alfa. AO, OD, OY və OB radiuslardır və bir-birinə bərabərdir bunlar. Buradan nə aldım? AOD bərabər yan üst bucaqdır. Əgər mən bu bucağa bir beta deyirsəm, burada bir beta olmalıdır. Digər tərəfdən fikir verirsinizsə, iki tərəf onlar arasından qalan bucaq. İki tərəf onlar arasından qalan bucaq. İki tərəf onlar arasından qalan bucaq. Bərabər. Bir üst bucağın iki tərəf onlar arasından qalan bucaq. Uyğun olaraq digər üst bucağın iki tərəf onlar arasından qalan bucağa bərabərsə, bu üst bucaqlar arasında bərabərdir. Bərabərdirsə bucaqlar da bərabər olmalıdır. O zaman belə çıxır ki, burada betadır, burada betadır. Və sonunda almış olduğum bir CAB bərabər yan üç bucaqdır. Çünki A bucağına B bucağı bərabərdir. O zaman AC-nin uzunluğu bərabər olmalıdır CB-nin uzunluğuna. AC və CB-dən bərabər parçalar kəssək, yəni AD və YB-ni götürsək, geriyə qalan DC və CG də nə olacaq əslində? Bərabər olacaq. Teoremi ispat etdim.